Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə təcili yardım avtomobili qəzaya düşüb. Xəbər verilir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Təcili tibbi yardım avtomobili VAZ 2106 markalı maşınla toqquşub. Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə avtomobil gətirilib və xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanıb. Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralıqda yerləşən nəzarətsiz dəniz ərazisində bir nəfərin batdığı ehtimal olunur. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumat daxil olduqdan sonra dərhal Fövqəladə Hallar Nazirliyi kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasetçiləri hadisə yerinə cəlb olunublar. Hazırda 2011-ci il təvəllüdlü Həsən Asifoğlu Əli Həsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış xilasetmə tədbirləri davam etdirilir.